Salam, Access Talks-un növbəti buraxılışı ilə qarşınızdayım. Bugün biz keyfiyyətli idarə etmənin komandaların və bizneslərin real inkişafına təsirindən danışacağıq. Qonağım 21 illik idarəetmə təcrübəsinə malik Şahin bəy Qədimlidir. Şahin bəy, xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm dəvətə görə. Siz çox sağ olun. Biz sizlə Access Bankın qadın sahibkarları üçün reallaşdırdığı Access to Success layihəsindən tanışıq. Mən sizə bayaq da dedim, həqiqətən də doğrudan da iştirakçılar sizin haqqınızda çox pozitiv geri dönüşlər elədilər. Bu sizdə necə alınır? Auditoriyanı necə belə ələ ala bilirsiniz? Yəqin ki, bəlkə ona görə ki, inanıram danışdıqlarım tək nəzəriyyə deyil, həmçinin də praktikada tətbiq elədiklərim və bunun həqiqətən də faydasını gördüyümü və əslində bir missiyamla da üst-üstə düşən bir məsələdir. Çünki bu sahəyə gəldikdə bizim fikrimiz o idi ki, kifayət qədər təcrübə toplamışıq, artıq o zaman gəlib ki, biz o təcrübə ilə paylaşa bilərik və bu paylaşım nəticəsində də digərləri bir fayda görə bilərlər. 21 il siz korporativ mühitdə fəaliyyət göstərmisiniz. Korporativ mühitdən ayrılıb belə bir təlimçi missiyasına qoşulmaq bu sizə çətin olmadı mı? Açığı kifayət qədər çətin qərar idi. Çünki adam vərdiş edir, öyrəşir və artıq müəyyən bir həyat ritmində yaşayır uzun müddət. Amma çoxdan belə bir ideyam var idi və hansısa bir nöqtədə qərar verdim ki, artıq zamandır. Çünki nə gizlədək, yaş keçir və müəyyən yaşdan sonra belə kəskin dəyişikliklər etmək kifayət qədər çətin olur. Əslində həyatımda yəqin ki, bu qərardan əvvəl bir dəfə də belə kifayət qədər kəskin qərar olub ki, haçan istiqaməti dəyişmişəm. Bu ilkin olaraq karyeramı hüquqşünaslıq sahəsində qururdum. Sonra idarəçilik sahəsinə keçdim və hüquqşünaslıqdan tam uzaqlaşdım. Bu da kifayət qədər kəskin bir dəyişiklikdir. Ona görə bu artıq ikinci bir belə dəyişiklikdir və düşündüm ki, artıq zamandır, sınamaq lazımdır və düşünürəm ki, həllilik alınır. Alınır. Bəli. Azərbaycan bazarının təbii ki, öz bir xüsusiyyətləri var. Azərbaycanda korporativ şirkətlər təlim mədəniyyətinə malikdirlərmi? Yəni açıqdırlarmı öyrənməyə? Düşünürəm ki, korporativ şirkətlər, onlar nisbətən daha meyillidirlər bu istiqamətə. Düzdür, qarşılaşdığımız odur ki, bir çox şirkətlər hələ də vərdiş eləyirlər ki, daha çox xarici tərəfdaşlarla çalışsınlar. Bəli. Çünki mən özüm də korporativ mühitdə çalışdığım dövrdə biz aldığım təlimlərin əksəriyyəti ya ölkə daxilində, amma xarici təlimçilərdən və yaxud da ümumiyyətlə ölkə kənarında xarici təşkilatlardan bu nə ilə aldığımız bağlıdır? Yəni inamsızlıqmı, yoxsa ki bəlkə daxildə olan kadrların peşəkarlığına mı, şübhələrlə nə ilə bağlıdır? Yəqin ki, bunun obyektiv səbəbləri var. Çünki bazar formalaşmalı idi. Orada təlim şirkətləri, təlimçilər, konsaltinq şirkətləri formalaşmalı idilər, yetişməli idilər, kifayət qədər təcrübə toplamalı idilər. Bizdə biznes mühiti isə 90-cı illərdən, bəlkə hətta 2000-ci illərin əvvəllərindən formalaşmağa başlayıb. Bu obyektiv səbəblərdir. Bundan başqa da reallıq odur ki, həmçinin də bazarda fəaliyyət göstərən heç də bütün oyunçular o dərəcədə də mütəxəssis deyillər və onlar da müəyyən bir mənfi image yaradırlar bəzən. Elə problem də var. Yəni problem mövcuddur. Problem mövcuddur, amma tədricən aradan qalxır. Bu sanki yəqin ki, məhsullarla bağlı. Biz ilkin olaraq, yəni ki, bir 10 il, 15 il bundan əvvələ getsək, biz heç yerli istehsal məhsula inanmırdıq. Sonra indi isə amma misal üçün qida sektorunda kifayət qədər güclü brendlarımız var, yerli brendlarımız və hətta onlar daha yüksək qiymətə satılır, nəinki xaricdən gələnlər. Və hətta ixrac olunur. Və hətta ixrac olunur. Bəs bizim təlimçilərimizin bu ixrac prosesi sizcə, bilmirəm, başlamayıb, yoxsa yaxın neçə ildə ola bilər? Başlamaq üzrədir. Düşünürəm ki, yaxın bir neçə il ərzində daha aktiv şəkildə olacaq. Amma hələ ki, çox ilk addımları atır o istiqamətdə. Uğurlar arzulayıram ilk növbədə sizə. Çünki biz sizdən partnyoruq və bayaq dediyim kimi Access to Success layihəsindən. Mən istəyərdim sizin fikirlərinizi alım bu layihə barəsində. Çünki biz Access Bank olaraq qadın sahibkarlarına lazım olan bazı bilikləri vermək düşündük bu layihə ilə birgə. Sizcə bu bizdə alındı mı? Məncə bir mənalı şəkildə, ümumiyyətlə çox gözəl ideyadır və həqiqətən də buna ciddi ehtiyac var. Burada əslində yəqin ki, başa düşürəm ki, layihənin fokusu qadın sahibkarlardadır, amma kiçik sahibkarların da oxşar ehtiyacları var.
Onu da qeyd etmək istərdim. Çünki reallıq odur ki, korporativ mühitdə, korporativ şirkətlər bu təlim inkişaf fəaliyyətlərinə müəyyən büdcələr ayırsalar da, kiçik sahibkarlar ümumiyyətlə həm vərdiş yoxdur, həm də ki, bəlkə də maddi imkanlar imkan vermir ki, bu istiqamətdə onlar fəaliyyət göstərsinlər. Ona görə Aksiya Bankın həyata keçirdiyi layihə çox uğurlu və çox yerinə düşən bir layihə idi və onu da qeyd etməliyim ki, seçilən sahibkarlar da onların marağı da çox burada önəmli rol oynayırdı. Çünki tək bu təlim-tədris prosesi bir tərəfli proses deyil, mütləq iki tərəf. Təbii ki, daha çox təlimçidən asılıdır, amma auditoriya heç maraqlı deyilsə, çox peşəkar təlimçiyə belə onu cəlb eləmək, o bilikləri ötürmək daha qat-qat daha çətin olur. Sizin auditoriya öyrənməyə, inkişafa çox açıq idi və bu çox təqdirə layiqdir. Çox sağ olun. Çox təşəkkür edirəm. Dediyiniz kimi, əgər bütün sahibkarların buna bir ehtiyacı varsa, biz Aksiya Bank olaraq bunun üzərində mütləq düşünərik. Gəlin keçək sizin əsas fəaliyyətinizə. Mən bu sualı çox sevirəm. Çünki həqiqətən də özüm də öz praktikamda bundan qarşılaşmışam. BOS və liderin fərqi. Əslində mən biraz qeyri-standart bu suala cavab verəcəm. Çünki bir artıq formalaşmış stereotip mövcuddur. Hər kəs indi lider olmaq istəyir. BOS sanki mənfidir. Bəli, BOS biz tanıdığımız, bildiyimiz formada bir mənfi anlayışdır. Amma o lider olmaqdan əvvəl söhbət idarəçilərdən gedirsə, yaxşı idarəçi olmaq lazımdır. Çünki mən heç görməmişəm idarəçi vəzifədə çalışan, idarə etməni pis bacaran, amma çox gözəl lider olan şəxs. Qeyri-formal liderlər ola bilər ki, onlar idarə etməni bacarmasınlar. Negativ olsun. Yəni BOS deyəndə negativ düşünülür. Bəli, BOS deyəndə, yəni ki, mənim fikrim odur ki, indiki nəsil daha çox o liderliyə fokuslanmaqdan əvvəl idarə etmə bacarıqlarına fokuslanmalıdır və yalnız onları kifayət qədər uyğun səviyyəyə çatdırandan sonra, ondan sonra artıq liderlik, situativ liderlik o barədə düşünməyə ehtiyac var. Siz bunu BOS tərəfindən, lider tərəfindən dediniz. Bəs sıravi işçi üçün BOS-la liderin fərqi nədədir? Sıravi işçi üçün BOS-la liderin fərqi baxın, BOS deyir ki, liderlik dedikdə biz nəyi başa düşürük? Liderlik dedikdə biz nəzərdə tuturuq ki, həmin şəxs idarə etməni qeyri-vəzifə səlahiyyətləri vasitəsilə həyata keçirir. Yəni ki, mən rəhbərim, ona görə mən idarə etməni həyata keçirirəm. Yox, mənim müəyyən keyfiyyətlərim mənə imkan verir ki, mən əməkdaşlara o səlahiyyətləri istifadə etmədən təsir eləyim və onlardan istədiyim nəticəni əldə eləyim. Liderlik məhz budur. Və əməkdaş əgər həmin şəxsə tabe olursa və onun göstərişlərini, tapşırıqlarını yerinə yetirirsə, ona hesabat verirsə və burada əsas məqam o deyil ki, onun vəzifəsi var, əsas məqam odur ki, ona müvafiq münasibət var və adam ona tabe olmağa meyllidir. Bu deməli liderlik davranışıdır. Okey. Bəs BOS? BOS tam əks. BOS deyir, səhər mən gələndə mənim masamın üstündə çay olsun, mən gələndə qapını açın, mən gələndə hamı ayağa dursun. Mən işdən çıxmamış, heç kim işdən çıxmasın. Belə, yəni mən sadəcə bu formalaşmış stereotipdir. Şəxsən mən düşünürəm ki, belədir. Siz belə düşünmürsünüz? Yəqin ki, bir çox məqamlarda sizinlə razıyam. O belə deyək də, milli idarə etmənin mənfi xüsusiyyətlərini siz sadaladınız. Hansılar ki, həqiqətən də mövcuddur və onlarla müəyyən bir mübarizə aparmağa ehtiyac var. Amma bu yəqin ki, hətta bir genetik koda müəyyən dərəcədə hopub. Bu milli idarə etməklə bağlı elə sualım var idi sizə. Milli idarə etmə nədir? Və Azərbaycanda milli idarə etmə o müəllim deməkdirmi, nə deməkdirmi? Çətin sualdır. Təəssüf olsun ki, əslində dünyada çox da ciddi şəkildə sırf bu filan ölkənin idarə etmə tərzidir, filan ölkənin idarə etmə tərzidir. Belə bir funksiyaları, belə bir xüsusiyyətləri çox da ayırmırlar. Yəni ki, qərb yanaşması var, Asiya yanaşması var. Məsəl üçün, Yaponların o işə münasibəti, haçan ki, adamlar ola bilər ki, yəni ki, ölkədə dəstəklənir, çox ciddi şəkildə işləmək, çox məhsuldar olmaq. Yəni ki, sən pis işləyirsənsə, cəmiyyət səni tənqid eləyə bilər və bu heç dəstəklənmir. Məsəl üçün, bizim mədəniyyətimizdə bir qədər fərqli buna yanaşılır. Ona görə
milli idarəetmə dedikdə burada yəqin ki, biz hamımız Azərbaycanlıyıq, hamımız vətəni çox sevirik, amma vətəni sevmək o demək deyil ki, biz yalnız müsbət tərəflərimizi qabartmalıyıq. Məncə biz həmçində bizim zəif nöqtələrimiz barədə danışmalıyıq və milli idarəetmə barədə danışanda adətən bir çox daha onun mənfi xüsusiyyətlərini təsvir olsun ki, vurğulamaq lazım olur. Məsəl üçün o baş üstə məsələsi. Baş üstəməli. Yəni ki, baxın bizim çox gözəl xüsusiyyətimiz var. Biz böyüklərə, yaşca bizdən böyüyə çox hörmətlə yanaşırıq və bu müəyyən dərəcədə rəhbərə də yaşından asılı olmayaraq, əksər hallarda rəhbərlər daha yaşlı olurlar. Rəhbərə də bir sanki ona da şamil olunur. Amma mənim fikrimcə yaxşı idarə etmə və yaxşı rəhbər o rəhbər deyil ki, hansı ilə ki, hər zaman razılaşırlar. Əslində rəhbər keyfiyyətli qərarların verilməsi üçün, işin keyfiyyətli getməsi üçün alternativ fikirlərin alınması da maraqlı olmalıdır əməkdaşlardan. Müvafiq mühit də yaratmalıdır ki, əməkdaşlar heç də hər zaman bəli, siz dediniz belədir. Heç zaman bir adam hər zaman haqlı ola bilməz. Onun fikri heç zaman tam düzgün ola bilməz. Bəzən o alternativ fikirləri almağa ehtiyac var. Bəli, qərar verəndən sonra qərar icra olmalıdır bir mənalı şəkildə. Amma müzakirə mərhələsində hər zaman filan kəs dedi, baş üstə biz bundan deməli tam haqlıdır, biz mütləq belə eləməliyik. Belə bir şey yoxdur. Təəssüf olsun ki, milli idarəetmə xüsusiyyətlərindən biri budur. Onda belə çıxır ki, komanda işi milli idarəetmə xüsusiyyətinə biraz ziddir bizdə. Çünki komanda işi olanda müzakirələr olur, danışıqlar olur, razılıqlar olur, ya əksinə təqziblər olur. Düz başa düşürəm? Əslində baxın, yenə də subyektiv fikrimi söyləyirəm. Ümumiyyətlə idarə etmənin gözəlliyi odur ki, orada bir düsturlar yoxdur. Yəni ki, tam rahat şəkildə siz də bəzən bizim təlimlərdə iştirak edən və yaxud konsalting sessiyalarımızda iştirak edən çox gənc rəhbərlər də alternativ fikirlər söyləyə bilir və oturub analiz edirsən, başa düşürsən ki, bəlkə də bu fərqlənir mən düşündüyümdən, amma bu işləyirsə nəyə görə də yox. Komanda işi dedikdə, ümumiyyətlə qərar vermək dedikdə tez-tez belə sual da verirlər ki, yaxşı rəhbər, yaxşı idarəçi, lider qərarları özü verməlidir, yoxsa əməkdaşlarla bir məsləhət edərək? Yoxdur bir mənalı cavab. Yəni ki, elə situasiyalar var ki, rəhbər qərarları fərdi şəkildə verməlidir. Elə situasiyalar var ki, məsləhət alıb verməlidir. Amma hər bir halda əsas məsələ odur ki, yekunda məsuliyyəti o qərarlara görə o məsləhətləşib o qərarı verib, yaxud da məsləhətləşməyibsə belə verib, hər bir halda məsuliyyəti yalnız rəhbər daşıyır. Və o məsuliyyəti heç zaman əməkdaşlara ötürmək ki, mən razı deyildim sizinlə, siz amma bunu təklif elədiniz, mən razılaşdım. Bu sanki məsuliyyətdən qaçmaqdır. Bu dərhal adam o liderlik statusundan düşür aşağı. Bəs ümumiyyətcə rəhbər olmaq üçün bu yaxşı polis, pis polis belə bir nümunə var da, hansı o qızıl ortanı seçmək lazımdır? Yəni empatiya hissi rəhbərə nə qədər lazımdır, yoxsa lazım deyilmi ümumiyyətcə? Yaxşı rəhbər olmaq üçün bizim yanaşmamız o siz çox gözəl istifadə edilir, qızıl ortanı tapmaq bacarıqdır. Bir çox məsələlərdə, əksər məsələlərdə. Əslində yaxşı rəhbər o rəhbərdir ki, o həm yaxşı polis ola bilər, lazım gəldikdə, həm pis polis ola bilər. O bu rolları dəyişə bilər. Yəni ki, müasir idarə etmədə situativ liderlik deyilən bir anlayış var. Haçan ki, əməkdaşın bacarığından və əməkdaşın motivasiyasından asılı olaraq rəhbər fərqli idarə etmə üsulları ona tətbiq eləyə bilir. Belə bir statistika var ki, 65%-dan yuxarı rəhbərlər yalnız bir idarə etmə tərzini tətbiq edirlər. Yəni ki, onların xarakterindən irəli gələn və uyğunlaşa bilmirlər əməkdaşlar. Əslində effektiv idarə etmək üçün adamların motivasiyasına başa düşməlisən və motivasiyadan asılı olaraq adama fərqli idarə etmə tərzləri tətbiq eləməlisən. 65% rəhbərlər araşdırmaya görə yalnız bir idarə etmə tərzini tətbiq edirlər. Təxminən 20-25% iki idarə etmə tərzini tətbiq etməyi bacarırlar və tam azlıq 3 idarə etmə tərzini, yəni ki, demokratik, avtokratik və coaching idarə etmə tərzi. Haçan ki, adam rəhbər əməkdaşlığı yönəldir, özü birbaşa çıxış yolları göstərmir və o şəkildə idarə edir əməkdaşları. Bizim yanaşmamız belədir ki, yaxşı rəhbər lazım gəldikdə sərt olmalıdır, lazım gəldikdə yumuşaq olmalıdır. Hardasa motivasiya etməlidir, hardasa əməkdaşları cəzalandırmalıdır. Bu belə bir və ustalıq da elə bundan ibarətdir. İdarə etmə hətta müəyyən bir məsələlərdə bəlkə də pis səslənə bilər, amma manipulyasiya eləmək bacarığıdır. Bəli.
Yəni ki, sən başa düşürsən ki, bu adamın motivasiyası nədir? Adam məsəl üçün qazanmaq naminə çalışır. Söhbət mükafatlandırmaq naminə Amma belə bu deyək. peşəkar manipulyasiyadır. Bu peşəkar manipulyasiya. Yəni ki, Bəli. burada qeyri-etik manipulyasiyadan söhbət getmir. Bu ona görə dedim ki, Hı manipulyasiya sözü öz-özlüyündə mənfi bəli. bir aurası var, amma burada peşəkar manipulyasiyadan söhbət gedir və sən başa düşsən ki, bu əməkdaşların ümumiyyətlə müxtəlif motivasiya nəzəriyyələri var. Onlardan birinə əsasən əməkdaşları 3 qrupa bölmək olar. Bir qrup əməkdaşların mənəvi əxlaqi motivasiyası var. Bu əməkdaşlardır ki, onlar hər zaman yaxşı işləyəcəklər. Yəni ki, hansı korporativ mühitə düşürlərsə düşsünlər, rəhbər onları yaxşı idarə edirsə, pis idarə edirsə. Digər bu İşqoliklər. bəli, bu azlıq təşkil edən bizim cəmiyyətdə kifayət qədər var. Yəni ki, yəqin ki, siz də ətrafınızda Sovet tanıyırsınız, adamlar. mən də ətrafımda. Belə deyirlər onlara. Deməzdim ki, Sovet adamları. Yəni ki, mən bizim yaşda, bizdən yaşdan kiçik, çox məsuliyyətli işə yanaşan və heç nəyə baxma, heç nəyə rəğmən bunlar öz işlərini yaxşı görəcəklər. İkinci kateqoriya o nailiyyət motivasiyası olan şəxslərdir. Onlar nəyinsə naminə, yəni ki, həmin o bonusun naminə, sadəcə rəhbərin tərifi, rəhbərin onlara müsbət münasibəti naminə yaxşı çalışmağa meyllidirlər. Və üçüncü kateqoriya o əməkdaşlardır ki, onlar mənfi təsirlərdən yayınma naminə yaxşı çalışmağa meyllidirlər. Yəni ki, məni cəzalandırmasınlar, mənim bonusumu kəsməsinlər, mənim haqqımda pis fikir formalaşmasın. Və rəhbər Xalqın uşağı olmaq istəyirəm. Adətən elə xalqın nümunəvi xalqın uşağı. Yaxşı rəhbər də öz əməkdaşlarının motivasiyası nədən ibarətdir? Çox yaxşı başa düşməlidir və onlardan istədiyi nəticə, yəni ki, idarəetmə nədir? Nəticəni əməkdaşlar vasitəsilə təmin etmək. Mən bunu bəzən deyəndə deyirlər ki, onda rəhbər işləməli deyil. Əslində idarəetmə öz-özlüyündə kifayət qədər çox resurs tələb edən fəaliyyət növüdür. Yəni ki, söhbət ondan getmir ki, rəhbər özü birbaşa sahəyə çıxıb işləməlidir. Yəni ki, o tək idarəetmə ilə məşğul olursa, düzgün bunu edirsə, o kifayət qədər resurs buna sərf edir. Və yaxşı rəhbər başa düşür əməkdaşların motivasiyası nədir və onların motivasiyasına uyğun təsir göstərib istədiyi nəticəni əldə edir. Motivasiya nədir? Təkcə puldur? Motivasiya birmənalı şəkildə təkcə pul deyil. Ümumiyyətlə araşdırmalar göstərir ki, maddi motivasiyası çox qısa müddətlidir. Yəni ki, necə olur? Biz deyəm ki, əmək haqqı artımı alırıq. Birinci ay sevinirik ki, və biz bunu hiss edirik, çünki bizim bir xərc limitimiz var. Biz ona uyğun bir artıq məbləğ qalır. Sonra ikinci, üçüncü ayda artıq bizim xərclərimiz o limitə uyğunlaşır və biz bu heç fərqi hiss eləmirik. Sonraki dövrdə hətta bəziləri başlayırlar düşünməyə ki, hə, əmək haqqımı artırıblar, amma gec bunu eləyiblər. Bu hətta bəzən demotivasiya da eləyir. Yaxşı rəhbər 85-90% hallarda idarəetməni qeyri-maddi alətlər vasitəsilə həyata keçirir. Hansı alətlər? Yəni ki, həmin tərifdir, həmin müsbət münasibətdir. Yəni ki, elə əməkdaş var ki, ondan sadəcə hər səhər soruşmaq ki, salam Ülviyə xanım, necəsiniz, işlər necədir, övladlarınız necədir? O ona motivasiya edir. Diqqət. Bəli. Sadəcə əməkdaş işini gördü, ona təşəkkür eləmək, həqiqətən də görmək nə iş görülüb. İş görülüb dedikdə, yəni ki, növbətçi sözlərlə yox, real olaraq gördüyü işi vurğulamaqla. Yəni ki, adam başa düşsün ki, bu hamıya səslənən standart bir təşəkkürnamə deyil. Bu sırf mənim işimə görə, mənim işimi görüblər, mənim işimi dəyərləndiriblər. Yəni ki, bu artıq təsirdir. Əvəz olunmaz işçi doğrudanmı yoxdur? Əvəz olunmaz işçi. Burada bu sualı biraz qeyri-standart cavab verəcəm. Çünki təcrübə ilə çox bu barədə düşünmüşəm. Əvəz olunmaz işçi yəqin ki, tam insan faktoru, biz nə qədər sistem qursaq da, bizim konsalting xidmətimizin əslində ən böyüyü odur ki, biz şirkətlərdə idarəetmə, sistemli idarəetmə qurmağa kömək edirik. Yəni ki, fərdlərdən asılılığı azaltmağa çalışırıq. Amma və düzgün idarəetmə əslində budur. Çünki biznes nə sahibkarın özündən, nə biznesin idarə etməsi ilə məşğul olan birinci şəxsdən, nə digər rəhbər heyətdən, nə də ki, əməkdaşlardan asılı olmalı deyil. Lakin insan faktorunu tam istisna etmək mümkün deyil. Müəyyən təsir, bəli, yəni ki, biz 100% asılı olmayacağıq, amma bir 20%, 15% fərddən asılı qalacaq və o fərdin yanaşması, bəli, adam gedəndən sonra da iş gedəcək. Amma o fərdin, misal üçün Ülviyə xanımın öz işinə münasibəti, orada göstərdiyi səylər, onun təşəbbüsləri heç də böyük ehtimalla onun özü ilə bağlı bir faktorlardır. Demək ki, var. Bəli, müəyyən dərəcədə var.
Sağlam biznesdə 100% heç kimdən asılı olmaq olmaz, amma tam da asılı, çünki biz insanlar fərdidirlər və onlar işlərindən də həmin fərdiliyini gətirirlər. Bunu eşitmək çox xoşdur, çünki çox adam yoxdur deyir, amma siz bunu, yəni əgər bir təlimçi bunu deyirsə, məncə demək ki, bunun bir əsası var. Yenə də iddia eləmirəm ki, tam haqlıyam, amma mənim müşahidələrim, mənim təcrübəm, mənim təhlillərim bu qənaətə gəlməyə mənə imkan verir. Şahin bəy, bir də korporativ mühitdə səhv eləməkdən qorxu. İşçilər niyə səhv eləməkdən qorxurlar? Yəni bu həmin o bosun təsirindəndir, yoxsa insanların özündə bəlkə bir kompleks var? Yəni hər bir insanın səhv eləmək haqqı var. Bu normaldır. Təbii ki, bu bir strateji səhv deyilsə. Niyə də yox? Mən düşünürəm ki, hətta bizdə bu yenə də milli mədəniyyət və bizim mentalitetlə bağlı bir şeydir. Biz uşaqlıqda belə insanlar kiçik övladlarımıza o səhv etmək haqqını məncə bir çox məsələlərdə vermirik və bu o yaşdan formalaşır. Nümunəvi olmağa çalışırıq. 5 almalıyıq, idmanda hamıdan yüksək atlanmalıyıq. Bəli, razıyam sizlə. Və bu oradan irəli gəlir. Hətta mən düşünürəm ki, bizdə innovativlik dərəcəsi, biznesimizdə innovativlik dərəcəsinin aşağı olması nisbətən, o həmçinin də həmin səhv etmə haqqının olmaması ilə bağlıdır. Çünki nəyisə yenilik gətirmək üçün mütləq sınamaq lazımdır və sınadıqca bir çox hallarda uğursuz bu sınaqlar olacaq. Və adam əmin deyil ki, bu uğursuzluq normal qəbul olunca adamlar ona görə daha təhlükəsiz davranmağa. Yəni ki, biz bəzi məsələlərdə çox konservativ oluruq. Və bu həmçinin də həmin o səhv etmək haqqını bizə verilməməsi ilə bağlıdır mənim düşüncəmə görə. Biznesdə müəyyən ağlabatan dərəcədə səhv etmək haqqı vermək lazımdır. Çünki yenilik, inkişaf bunsuz mümkün deyil. Və adamlar təşəbbüskarsız olmağa başlayırlar. Adamlar çərçivədən çıxmağa qorxurlar. Standartlarla gedirlər. İndiki isə zəmanədə bu çox təhlükəlidir. Çünki hər şey çox sürətli dəyişir. Müasir idarəetmədə məncə bu çox mane olan bir faktordur. Əslində sizə verəcəyim sualdan biri də baş üstə müdir, baş üstə müəllimin idarə etməyə təsiri idi. Amma məncə siz bu milli idarə etmənin sadaladıqca başa düşdüm ki, yəni biz bundan uzun müddət çıxa bilməyəcəyik. Yoxsa? Mən təbiətcə nikbin adam olmağa çalışıram. Ümidvaram ki, çıxa biləcəyik. Çünki son konsaltinq fəaliyyəti ilə belə məşğul olduğumuz son 3-4 il ərzində müəyyən bir dəyişikliklər, müsbət dəyişikliklər görürük. Rəqabət mühiti bizim sahibkarları, hətta uzun müddət və kifayət qədər uğurlu olan sahibkarları dəyişməyə, korporativləşməyə və yanaşmasını dəyişməyə çalışır. Amma ən çətin yəqin ki, o bizim özümüzün dəyişməyidir. Yəni ki, biz biznesimizi dəyişə bilirik, amma özümüzü hansı ki, onun biznesin başındayıq, onun idarə etməsindəyik, dəyişmək daha çətindir. Daha çox səy tələb eləyir. Amma problemi görəndən sonra nəyə görə də yox və mən müsbət dəyişiklikləri görürəm və ümidvaram ki, müəyyən müddət ərzində, qısa müddət ərzində bu dəyişikliklər baş verəcək. Qısa deməyək, çünki stereotiplərdən çıxmaq biraz çətin olur. Bəlkə də müəyyən müddət tələb eləyəcək, amma mən də sizin kimi ümid edirəm. Çünki doğrudan da sağlam korporativ mühitdə işləmək çox xoşbəxtlikdir. Həmin o happy işçi məncə ancaq o halda olur ki, ona korporativ mühitdə rahat olsun. Müsahibəmizin əvvəlində dediniz ki, indiki gənclər daha çox lider olmaq həvəsindədirlər. Bu gənclərə nə tövsiyə verərdiniz? Çox gözəl istəkdir. Əslində indiki gənclərimizi mən çox bəyənirəm. Onlar fərqlənir mən öz nəslimdən danışsam. Onlar açıq şəkildə iddialı olduqlarını bəyan eləməyə meyillidirlər. Bu bir yenilikdir əslində. O mental kodumuz dəyişir. Adamlar öz üzərində çalışmağa meyillidirlər. Bu da çox gözəldir və aralarında xüsusən onu da qeyd edeyim ki, mənim müşahidələrim xanımlar daha aktivdirlər. Gənc xanımlar daha aktivdirlər və gələcəkdə gənc xanımlar daha üst pozisiyalarda çox olacaqlar. Yəni müsəlman ölkəsi olsaq da, mentalitetimiz fərqli olsa da, amma xanımlar daha təşəbbüskardırlar. Yəni ki, girirsən gənc auditoriyaya, yəni təxminən 20-25 nəfər əyləşibsə, aralarında yəqin ki, bir 70-80% xanımlardır. Və öz təşəbbüslərlə bu sırf könüllü fəaliyyəti ilə məşğul olanlar falan olurlar, özləri qoşulurlarsa belə təlimlərə
Bu onların öz inkişafına nə qədər diqqət yetirdiyini göstəricisidir. Lider olmaq üçün tez-tez sual verilir ki, bəs lider kimi formalaşmaq olar, yoxsa bu mütləq daxildən gələn? Mənim fikrimcə formalaşmaq olar. Təbii ki, müəyyən insanlar var ki, onların daxilində bu keyfiyyətlər var və heç də məqsəd yönlü inkişaf etdirməyə ehtiyac yoxdur. Bəzən mən həmişə nümunə gətirirəm ki, yəqin ki, hamımız görmüşük, həyətdə kiçik yaşlı uşaqlar oynayırlar və onların arasında biri olur ki, onları düzür, onları necəsə idarə, heç özü də dərk eləmir. Amma adamın daxilində var, deməli, potensial var. Amma digərləri də bu səviyyəyə gəlib çıxa bilər. Mütləq öz idarə etmə tərzini analiz eləmək lazımdır. Ətrafdakı idarəedici şəxslərin bütün idarə etmə tərzlərinin müsbət və mənfi tərəfləri var. Və çox vacib məsələ o sırf analiz eləməkdir. Müşahidə eləmək, analiz eləmək, müsbətləri götürmək, onları tədricən tətbiq eləmək və mənfilərdən isə mümkün qədər yan keçmək. Bu şəkildə və kifayət qədər ədəbiyyat var, kifayət qədər mənbələr var, harda oxumaq olar, artıq harda Azərbaycan müşahidə dilində də eləmək var. olar. Bəli, Azərbaycan dilində son illər ərzində bizim maarifçilər sağ olsunlar, bir çox xarici ədəbiyyatı tərcümə eləyiblər, həmçində həmkarlar da yazırlar, yaradırlar, fikirləri ilə bölüşürlər və bu çox gözəldir. Çox sağ olun Şahin bəy. Çox maraqlı həmsöhbətsiniz və doğrudan da hesab edirəm ki, bizim söhbətimiz gələcək liderlər üçün də çox lazımlı olacaq. Kifayət qədər maraqlı, detallı və lazım olan məlumatları məncə siz ötürə bildiniz. Çox Mən təşəkkür edirəm bir daha dəvətinizə görə. Uğurlar sizə arzu edirəm. Sağ olun. Access Talks-un növbəti buraxılışı burada yekunlaşır. Növbəti buraxılışlarımızda da dəyərli qonaqlarımız və maraqlı mövzularımız olacaq. Sağ olun.